Səhər səhəri dururlar, o saxlı qab var o suyu götürürlər, deməli, uşaqlara səpirlər yatan yerdə. Deməli, ana o suyu götürür, təzə tez qoyudan ki, qonşu görməsin. Kim tez götürsə, onun üçün yaxşı olar da intifon edir ki, mənim gözümə görünür. O suyu gətirir, yatan yerdə uşaqlara səpirlər. Sonra isə onun evinin 4 küncünə səpirlər. Sonra validin deyir ki, götür bunu, baba bu yemək, bu hansı keçəlik oluşunda deyirlər. Onu götür, belə uşağı vur. İnistə girəsən, alim olasan, təmizli, ürəkli olasan, savadlı olasan, özü də ata-ananın sözünə baxasan, ata-ana kimi adlı sanlı olasan, belə sözlər deyərdilər. Həm də sonra gülü, xıçatını darardilər, verərdilər bizə. Gedib ağaclara vurgu ilə, ağac qoy, bahar yaxşı gətirsin, məhsul yaxşı gətirsin. Biz də uşaqlar gedərdik, gülün xıçatını götürərdik, uşağa da vurardik belənçi ilə. Güllü olasan, qəşəng olasan, gözəl iyi verəsən, cəmatın yanında şansın çox olsun, gözəl savadın olsun, gözəl biliyin olsun. Yıllar bayram konçası, keçerli toyun eyle. Çok borcu değil. Novruz yaxınlaşdıqca, çərşənbə yaxınlaşdıqca, od çərşənbəsi, torpaq çərşənbəsi, yel çərşənbəsi evlər təmizlənir, səliqəyə salınır. Uşaqlar üçün xüsusilə, kiçik yaşlı uşaqlar üçün yeni gözəl paltarlar, alvan paltarlar alınır. Evlərdə qorğalar qovurulur, balıqlar əldə olunur. Balıqların içalatı üçün məsələn hazırlanan o ləvəngin deyirlər, ondan hazırlanır. Bir dənə də orada nüans var ki, o həmin ləvənginə cincəfil otu vurulur. Çünki bizim adət-ənənəmiz belədir. Ümumiyyətlə biz bayramı belə qəşəng keçirməyə çalışırıq. Niyə 7 dənə tonqaldır əsas? 7 dənə tonqal ona görədir ki, rəmzi məna daşıyır. Elə əvvəl göz açmışıq, belə eşitmişik. 7 tonqal, 7 cür taxıl qovurmaq, süfrələrdə 7 cür təam olmaq. Adətən uşaqlar da 7 qapıya qurşaq atırlar. Gedirlər 7 qapıya. Nə üçündür, onu da bizim tariximiz, yəni belə göz açmışıq, belə eşitmişik. Ən birincisi biz ev təmizliyini eləyirik. Bizim adət-ənənələrimiz, yəni ev gərək təmiz olsun. Biz təzə ilə qədəm qoyduğumuz üçün ona görə ev təmiz olmalıdır. Ev təmizliyi görürük. Sonradan qorğa bişiririk, gördüyünüz kimi ocaqda. 7 cürə qorğa bişiririk. Onlardan elə bu deməli simvoldur da bizdə. 7 simvolik deyirlər də buna. Qorğa bişiririk, balıq bişiririk, çörək bişiririk, şirin çörəklər bişiririk. Məsəl üçün qoğaldı, samani qoyuruq. Bunlar hamısı sürfəyə qoyulmalıdır. İndi bax, gördüyünüz kimi, indi birazdan onu da göstərərik. 7 cürə biz tonqal qalıyırıq. Bizdə bu adət-ənənədir də, 7 tonqalın üstündə uşaqlar sevinərək hoppanırlar da.
ağırlığın, uğurluğun udda yanısın. Belə deyib hoppanırlar. Bugün təndirdə biz təndir çörəyi bişirmişik. Və bir də balıq bişirmişik. Balıq da ki bizdə bu həmişə deməli bizdə bu çarşamba axşamı balıq süfrəyə qoyulmalıdır. Ona görə balıq bişirmişik. Özdə bizdə bu saxsı qabda bişirmişik. Saxsı qabdır. Həm bu balığı saxsı qabda bişirmişik biz.